Bloka dəstək üçün sualların izahına davam edirik. Burada ikinci sualın izahına baxaq. Uyğunluğu müəyyən edin. Hərəkətin subyekti və obyekti məlumdur. Hərəkətin obyekti mübtədadır, subyekti məlum deyil. Subyekt hərəkəti öz üzərində icra edir. Əslində asan sualdır. Sadəcə biraz dolayısı yolla veriblər. Yəni hərəkətin subyekti və obyekti məlumdur nə deməkdir? Bu söz feilin məlum növündədir. İkinci, hərəkətin obyekti mübtədadır, subyekti məlum deyil. Hansı növ olacaqdır? Məchul növ. Sonra subyekt hərəkəti öz üzərində icra edir. Bu da olacaq qayıdış növ. Artıq bizə nə lazımdır? Məlum, məchul, qayıdış növ. Dərzi köynəyi daraltdı. Daraltdı sözündə daralmaq sözündən yaranıb, daraltdı. Deməli, hərəkətin subyekti də məlumdur. Obyekti də məlumdur, hərəkət də məlumdur. Deməli, bu olacaq A bəndi məlum növ. 1A. İkincisi, B bəndi. Səhər açılanda əhvalım çox yaxşı idi. Bəzən uşaqlar yalnız xəbər formasında olan feillərə baxırlar, amma feili təsriflənməyən formalarda növlərə görə dəyişir. Ona görə də biz təsriflənməyən formaları görəndə də mütləq növünə baxmalıyıq. Burada səhər açılanda, səhər açılmaqda təbii ki, nədir? Öz üzərində iş göründüyü üçün qayıdış növdədir. 3 olacaqdır B bəndi. Sonra biz burada biraz səliqəli yazaq. 1 oldu A. Sonra 2, 3. 3 oldu B bəndi. Sonra digər bəndə baxaq. Bahar soyuq qış günündə hamamdan çıxarıldı. Çıxarıldı. Şəkilçisi var. Kim tərəfindən çıxarılıb? Il şəkilçisidir, bilinmir. Ona görə də bu məchul növdür. Məchul növdə ikincisi idi. Ona görə ikincisinin qarşısına yazırıq C bəndi. Sonra D bəndi. Yuxuda Sürayənin qızıl qönçələri açılırdı. Qızıl qönçələr, güllər açılmaq nədir? Qayıdış növdür. Öz üzərində görülür. Bu da hansı idi? Üçüncüsü. 3B-dir. Və Y bəndinə baxaq. Yuxarı dairələrdə onun məsələsinə baxıldı. Baxılmaq bildiyimiz kimi feilin şəxsiz növündədir. Buna görə də şəxsiz növdə burada 1, 2, 3-ün içərisində şəxsiz növ bizdən soruşulmur. Bizə yalnız lazımdır məlum, məchul, qayıdış növ. Ona görə də Y bəndini heç birisinə aid etmirik. Və cavabımız nə oldu? Yuxarıda yazmışıq. 1A, 2C, 3B, D. Cavabımız oldu D bəndi.